Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bəzən belə bir sual yaranır və bu sualın yaranması da bəzi kitablardır. O kitabların bəzilərində deyilir və yaxud bunu Mərsiyə xanlar da, məhdəhlar da deyir ki, xanım Fatimə dəfələrlə İmam Həsən və İmam Hüseynin əlindən tutaraq Peyğəmbərin qəbrinə gedib özünə ölüm arzulamışdı. Bizim şiə mötəbər mənbələrdə bu formada xanımın rəftarı, sözü nəql olunmayıb. Yəni bu əsası olmayan bir məsələdir. Bəli, xanımın bəzi sözlərində bu məzmunu çatdıran dua var. Məxsusən Fədəkiyyə xütbəsində xanım o haqqı qəsb olunandan sonra və ondan şahid istədiyindən sonra buyurur ki, ləytəni mittu qablə Huneyyəti. Kaş bu hadisəni görməzdən əvvəl ölmüş olaydım. Baxın, bu tam olaraq ilahi mənə ölüm ver, mən ölmək istəyirəm mənasını vermir. Yəni bu hadisəni, yəni bu olayları görməmişdən qabaq ilahi mən dünyadan köçmüş olaydım. Bu şəxsin ölüm istəməyi deyil, bəlkə mövcud şəraitə başqa bir formada etiraz etməsidir. Biz bu mənada məsələn Qur'an-ı Kərimdə Həzrəti Məryəmin də dua etdiyini görürük və Allah Teala buna bu məsələni bizə vəhy olaraq təqdim edir. O zaman ki Həzrəti Məryəm İsa əleyhissalamı dünyaya gətirdi o formada, Həzrəti Məryəmin dilindən Allah Teala buyurur ki, o buyurdu: "Qalət ya leytəni mittu qablə hazə." Ey kaş bundan əvvəl, yəni Həzrəti İsa'nı dünyaya gətirməmişdən qabaq öləydim, dünyanı tərk edərdim və kuntu nəsiyyən mənsiyyə və tam olaraq unudulmuş bir şəxs olardım. Yəni sual versək ki, niyə Həzrəti Məryəm özünə ölüm arzulayır? O ki Peyğəmbər dünyaya gətirib, o ki Allah Teala'nın iradəsi ilə bir Peyğəmbər dünyaya gətirib ki, ondan qabaq və ondan sonra heç kim bu şərəfə layiq olmamışdı. Təbii olaraq Həzrəti Məryəm bu duanı özü üçün deyil, yəni bu hadisə, bu olaylar üçün deyil, bəlkə mövcud şəraitə görə deyil. Yəni bu insanların hələ təfəkkürü, düşüncəsi o yerə çatmayıb ki, bu ilahi möcüzəni qəbul etsinlər. Yəni buna görə də Həzrəti Məryəm deyir ki, ey kaş ilahi mən bu işdən qabaq öləydim. Niyə? Çünki bunlar mənə iffətsizlik və sair mənfi sifətləri nisbət verəcək və mən bilirsən ki, sənin bəndənəm, bu kimi məsələləri təhəmmül etməyə gücüm çatmır və sən mənə güc ver. Xanım Fatimə-i Zəhra eyni ilə də bu sözü deməklə, yəni özünə ölüm arzulamaq və yaxud bu hadisədən qabaq mən öləydim deməklə bizə bir mesaj verir ki, Allah Rəsulunun sevimli qızı görün hansı bir məqamda idi, hansı bir şəraitdə idi ki, özünə bu hadisəni görməmişdən qabaq ölüm arzulayır. Yəni cəmiyyət görün nə qədər tənəzzül edir ki, Peyğəmbər qızı belə bir dua edir. Yenə deyirəm, bu dua bir mesajdır ki, o cəmiyyətin nə qədər tənəzzül etməsini göstərir, bizə bir mesaj verir. Bundan əlavə xanım Fatimə bunu o zaman dedi ki, Allah Rəsulundan ona çatan hədiyyə, mirası qarşı tərəfdən istədi. Qarşı tərəf dedi ki, get sən şahid gətir. Baxın, dünyanın heç bir hüququnda belə bir şey yoxdur ki, bir insan bir şeyə sahib olsun, məhkəmə ona desin ki, git bunun sənin olduğu üçün şahid gətir. Əgər sizdən, məsələn, məhkəmə sizi çağırıb ki, bu ev sizin olmağınıza, bu həyət sizin olmağınıza get şahid gətir. Bəlkə o iddiası tərəf şahid gətirməlidir ki, mən deyirəm ki, məsələn, bu ev sənin deyil, bu mal sənin deyil. Xanım Fatimədən belə bir şahid istəməklik və gətirdiyi şahidləri də rədd eləmək, yəni Həzrəti Əleyhisselamı, İmam Həsən, İmam Hüseyni rədd etməkləri, qəbul etməmələri ilahi höccətə qarşı bir etiraz edir. Və ona görə xanım belə bir mesaj ünvanında dedi ki, mən bu hadisədən qabaq ey kaş ölmüş olaydım.